Türkiyə mətbuatında yer alan 40 erməni əsgərinin öldürülməsi, 8-nin isə əsir götürülməsi ilə bağlı xəbərləri Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etmir. Azərbaycan ordusunun kəşfiyyat təxribat qrupu işğal altında olan Dağlıq Qarabağda 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə Azərbaycanlı hərbiçilərin erməni əsgərlərini öldürməsindən sonra işğalçı ölkədə atəşkəsi iri və kiçik çaplı silahlarla pozmağa başlayıb. Ermənistan ordusunun kəşfiyyat təxribat qrupu bir neçə dəfə Azərbaycan ərazisinə daxil olmaq istəsə də, Azərbaycan hərbiçilərinin sayılığı qarşı tərəfin arzusunu ürəyində qoyub. Düşmənin çoxsaylı itki verməsi ilə əlaqədar Türkiyə mətbuatında yer alan iddialara rəsmi münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahının mətbuat açıqlamasında bildirilib ki, düşmənin sözü gedən sayda itki verməsi ilə bağlı nazirlikdə hər hansı bir məlumat yoxdur. Hər hansı itkilər barədə dəqiq məlumatımız olanda biz onu yayırıq. Sadəcə son günlər düşmənin itkiləri haqda konkret məlumatımız yoxdur. Bunun da obyektiv səbəbləri var. Çünki düşmən məhv ediləndə təmas xəttinin digər tərəfində qalır və yalnız Ermənistan tərəfinin rəsmi açıqlamasından sonra biz də itkilər haqda məlumatlı oluruq. Məsələn, bugün Ermənistan tərəfi bir əsgərinin öldüyünü açıqladı və biz də onu qeydə aldıq. Qeyd edək ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda hər hansı bir kəşfiyyat təxribat əməliyyatının aparılmadığını açıqlayıb.